Bu mənzildə sizə lazım olan hər bir şey var. Bütün mebel, məişət texnikası, yəni mənzil alan kimi köçüb yaşaya bilərsiniz. Əlavə vaxt ikisi olmayacaq, yəni mebel axtarmaq üçün, əşyaları yığmaq üçün alan gündən köçüb yaşaya bilərsiniz. Yaxşı yerdə yerləşir. Nərimanov rayonu Qarabağ küçəsi ərazinin ən gözəl binasında, ən premium binasında yeni təmirdən çıxın və təmirdən sonra bir gün belə yaşayış olmayıb. İndi mən mənzildə olan hər şeyi sizin nəzərinizə çatdıracağam. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızda. Daxil olduqda sağ tərəfdə bu hissədə belə bir güzgü yerləşdirilib, açarlıq, gizli işıqla və sağda bu hissədə dolabımız yığılıb. Gəlin sizə onun içərisini də göstərim. Dərinlik ideal səviyyədədir, demək olar, tam axıra kimidir. Paltar, ayaqqabı istənilən şahsı rahatlıqla yerləşdirə bilərsiniz. Bu hissədə dizayna uyğun tablomuz yerləşdirilib, mebel işləmələrdən istifadə olunub. Girişin bu hissəsində bura işıqlar, ümumilikdə işıqlandırmada spotlardan istifadə olunub. Divarda gözəl lepka işləmələri görürsünüz. Otaqların yerləşməsi nəzərə çatdırılır. Bura mənzilin əsas yataq otağı, qonaq otağı, uşaq otağı və girişdən sağda yerləşir mənzilin sanitar qovşağı. Keçək otaqlara, mən bir-bir hər şeyi sizə göstərim. Bura mənzilin qonaq otağıdır. Dediyim kimi bütün əşyalarla birlikdə satılır. Nə görürsünüzsə hamısı qiymətə daxildir. Hamısı da yenidir. Nə var, onları qısa şəkildə sizə göstərim. Divanımız var bu hissədə. Masa yerləşdirilib. Jurnalini mərkəzdə. Lustur, trek işıqlar, spotlar, hər bir şey var. Televizora kimi qoyulub hazırdır. Aşağı hissəsi şkafdır. Kondisioner də var. Dizayn uyğun tablolar yerləşdirə bilərsin bu hissədə. Lepka işləmələr. Yəni bir sözlə gözəl mənzildir, gözəl də dizaynı var. Nəzərə çatdırım ki, mənzil 3 otağa düzəlmədir. Ona görə mətbəx hissəmiz bu hissədə yığılıb. Görürsünüz, ümumiyyətlə mənzil gün düşən mənzildir, işıqlı mənzildir. Mətbəx hissə qonaq otağından belə sürgülü şüşə qapı ilə ayrılır. Buradan da mənzilin eyvanına çıxış var. İstilik sistemi kombidir. Aparat da qoyulub. Tam hazır vəziyyətdədir. Bu hissədə şkafımız yığılıb. Yuxarı hissələr şkafdır. Yəni onları da göstərim sizə. Üst hissəsi mərmərdir. Görürsünüz, paltaryan yerləşdirilib burada. Soyuducumuz da var. Burada yuxarı hissəsi də yenə şkaflar yığılıb. Yəni mənzil də dediyim kimi gözəl, görürsünüz, gün düşən işıqlı mənzildir. Keçək, mən sizə göstərim digər otaqları. Dediyim kimi mənzildə yaşayış olmayıb. Hər bir şey yenidir. Yəni mənzilin ilk sahibi olacaqsınız. Buradan daxil oluruq mənzilin gözəl yataq otağına. Burada da yataq dəstimiz tam olaraq hazırdır. Və buradan da mənzilin bayaq göstərdiyim eyvanına çıxış var. Həm burada, həm də mətbəx hissədə. Burada da kondisionerimiz var. Təkcə işıq yerləşdirilib. İşıqlandırmada spotlardan istifadə olunub. Dediyim kimi taxtımız yerləşdirilib. Bu hissədə güzgü, make-up və burada da divarçı şkafımız yığılıb. Buranı da göstərim. Yəni bunları hamısını göstərim ki, mənzil haqqında sizdə tam fikir formalaşsın. Yəni qaranlıq məqam qalmasın. Və burada yerləşir mənzilin belə deyək uşaq otağı. Kimi nəzərə alınıb. Bir ədəd taxtımız yerləşdirilib. Güzgü və bunlar da şkafdır. Yəni bunları da göstərim. Mənzildə yəni kifayət qədər şkaf var. Əşyalarınızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Burada da yazı masası, yenə yuxarı hissədə də əşyaları yerləşdirə bilərsiniz. Keçək, mən sizə göstərim mənzilin sanitar qovşağını, sonra qiymət və digər məlumatları nəzərinizə çatdırım. Bayaq qeyd etmişdim, girişdən solda yerləşir mənzilin sanitar qovşağı. Kifayət qədər geniş ölçüsü var. Deməli, burada bütün aksesuarlar yığılıb, duş kabini var. Yəni yığılmış vəziyyətdə, hazır vəziyyətdədir. Gözəl moydadırımız, güzgüsü ilə divar içi monitaz və bura təbii ki, isti döşəmə ilə təchiz olunub. Belə, mən demək olar, mənzildə hər bir şey sizin nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Yerləşir Nərimanovda, Qarabağ küçəsində, ərazinin ən gözəl binasında. Yeni tikili bina, yeni təmir, binanın geniş həyəti, mühafizə olunan həyəti, yeraltı avtodayanacaq, uşaq meydançası, yəni hər bir şey var bu binada. Sakinlər üçün hər bir şərait yaradılıb. Mənzil də dediyim kimi yeni təmir, yaşayış olmamış 3 otağa düzəlmə mənzildir. Ölçüsü 80 kvadratdır, yerləşir 10-cu mərtəbədə. Necə görürsünüz, elə satılır və mənzilin start olaraq qiyməti 322 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.